Herkese salam. Bir neçə müddətdir video paylaşmıram. Düşündüm ki, yenidən video paylaşmağın vaxtı gəldi. Biraz işlər çox idi, ona görə də videolar paylaşmırdım. Deməli, növbəti videolarımız belə olacaq ki, hansı ki bizim dizayner tərəfindən bu qaydada bir təkmil saytı hazırlanır. Hansı ki bu sayt elə bizim öz portfolio saytımız kimi olacaq. Burada görülən işlər falan paylaşılacaq, bloqlar paylaşılacaq. Məqsəd nədir burada? Deməli, bu videoların daha doğrusu məqsədi odur ki, bu layihə həm belə deyək ki, Figması var. Yəni burada da müəyyən işləri, hər hansısa bir blokun hazırlanmasını belə deyək ki, görəcəyik. Nəticə etibarilə Figma Make-lə də hazırlanıbdır bunun bəzi hissələri və bu Figma Make-də React-dən hazırlayıbdır. Biz layihəni Next-lə yazacağıq. Çünki məqsədimiz odur ki, layihənin SEO performansı da yaxşı olsun ki, yəni SEO optimizasiya olsun. Hansı ki, burada blog, çünki bloqlar paylaşılacaq. Yəni də bu qaydada React-la yazılmamalıdır, Next-lə yazılmalıdır. Yəni server-side render olmalıdır. Amma biz bilirik ki, Next onsuz da React-ın framework olduğuna görə burada bizim məqsədimiz olacaq ki, hər hansısa hazır, məsələn, bəzi yerlərdə React-ın hazır komponentlərini elə götürüb istifadə edək ki, həm belə deyək ki, sürətli baş versin proses və nəticə etibarilə də amma Next-dən yazacağımıza görə bir Next-də hər bir veb saytın belə deyək ki, başdan sona qədər inşallah ki, API-lər yazılanda API-lər tərəfindən də qoşulmağını göstərəcəm. Sonra məsələn Next-də belə deyək ki, locale məntiqidir. Bunların hamısı görünmüş olacaq. Ümumiyyətlə page məntiqi necə qurulmalıdır. Bunları göstərmiş olacaq. Ümumiyyətlə bir veb sayt hazırlanacaq və günün sonunda da bu deploy məsələsi də olacaq. Yəni başdan sona qədər məqsədimiz burada odur ki, bu veb saytı Next üzərində quraq və API-lər yazılandan sonra da API tərəfini qoşaq və bu layihəni proda ataq. Dediyim kimi, dizayna baxsaq əgər, yəni minimalistik bir, qəşəng bir, səliqəli bir dizayndır əslində və burada bəzi animasiyalar da var ki, bu animasiyaları da elə həm Figma Make-dən hazır bəzilərini götürəcək, hətta bəzi yerlərdə belə deyək ki, işin həm sürətli olmaq üçün, həm də günümüzdə artıq AI-ın bu qədər belə deyək ki, böyük şəkildə yayılmasına görə AI-la da nələrsə qoşmuş olacağıq və nəticə etibarilə həm sürətli şəkildə, həm də Next-i öyrənmə məqsədi olan bu videolarımızda bu dizaynın hamısını yazmış olacaq. Bütün səhifələr hazırdır və burada dediyimiz kimi məqsəd o olacaq ki, layihəni başdan sona qədər Next-ilə işləmək. Növbəti videomuzda artıq bir repo yaradacağıq və bu repo üzərindən layihəyə start vermiş olacaq.